Hə, ay uşaqlar, bilirik ki, Azərbaycan dilində elə sözlər var ki, bir neçə mənada işlənir, yəni bir neçə nitq hissəsidir. Məsələn, elə sözlərdən düz sözünü misal göstərə bilərik da. Sizcə düz sözü hansı nitq hissələri kimi işlənə bilər? Ədat. Ədat kimi, isim kimi, feil kimi, Sifət kimi, sifət kimi, zərf kimi. Afərin. İndi bunların hər birinə indi dediklərimizi təsdiq eləmək üçün nümunələr göstərək. Ədada, məsələn, düz gəlib qabağında dayanır. Aha. Əvəz eləyə bilər. Bəli, lapdan əvəz eləyə bilər. Lap gəlib qarşımda dayanmışdı. Düzdür, sonra sifət kimi. Düz söhbət. Ay sağ ol, düz söhbət. Bu sifət kimi necə söhbət? Düz söhbət. Aha. Zərf kimi. Düz danışır. Ay sağ ol, düz danışırdı. Necə, nə cür, nə tərzdə danışırdı? Düz danışırdı. Sonra feil kimi. Kitabları düz. Aha, nəyi? Kitabları düz. Aha, afərin. Sonra nə qaldı? İsim kimi. İsim qalıbdı. Aha. İsim kimi. Aha, düzə çıxartdılar. Yaxud da ki, qoyunlar düzdə otlayır. Ay sağ ol. Deməli, düz sözü 5 nitq hissəsi kimi işləyir, 5 mənada işləyir. Yəni, belə sözlər dilimizdə kifayət qədər var ha, belə sözlərdən. Bu da ay uşaqlar, nədən xəbər verir? Dilimizin, bəli, bizim dilimizin nə qədər zəngin bir leksikona malik olduğundan, dilimizin nə qədər zəngin bir dil olduğundan xəbər verir.